Sən xatırlayırsan, Musa Peyğəmbər Misirlini vurub öldürdü. Bir. Və sonda Musa Peyğəmbər vasitəsilə Allah öz işini gördü, öz planını yerinə yetirdi. 40 il səhrada yaşadı. Musa Firondan qaçdı. Sonra 40 ili də Musa Allaha xidmət elədi. Və 120 il ömründən sonra o öldü. Sinə dağına getdi, orada öldü. Onun cəsədi qeybə çəkildi. Yəni, kəlamda yazılıb ki, Mikaillə mələkləri şər qüvvənin mələkləri ilə, iblisin mələkləri ilə müharibə elədilər Musanın cəsədi üstündə. Amma Musa cənnətə getdi, yəni Rəbb qeybə götürdü. İkinci tərəfdən biz baxırıq İlyas Peyğəmbər. O 350 bütə sitayiş eləyən bütpərəst adamları qılıncdan keçirdib öldürdü. 350 nəfəri. Sonra İlyas hara getdi? Elisha Peyğəmbərin gözü önündə at arabası gəldi, yanar at arabası və ona mindi, İlyas qeybə çəkildi. Və biz görürük ki, Allah o qədər lütfükardır ki, yəni öz qüdrətini göstərir. Və eyni zamanda biz baxırıq Davud nə qədər səhvlər eləsə də, Allah yenə də onun padşahlığını itirmədi, padşahlığında saxladı və həmən Davudun kökündən İsa Məsih doğuldu. Çox maraqlıdır. Allahın lütfü böyükdür. Sadəcə bizim ürəyimiz Allaha bağlı olsun. Səhvlər edirik, çox səhvlər də edirik. Həyatda da olur, insan səhv edir. Bir vardır ki, kiməsə ziyan vurur, kimisə əzir, alçaldır, pislik eləyir. Bir də var ki, onun heç kəsə ziyanı dəymir. Sadəcə öz həyatını yaşasa da, səhvlər eləsə də ziyan eləmir. Kəlamda yazılıb, sidq ürəkdən İsa Məsihə iman edənin artıq əbədi həyatı var. Varsa var. İnsan əgər Rəbbi sevirsə, o həmişə Rəbbə bağlı olacaq. Səhv eləsə də, yıxılsa da yenə duracaq. Salih insan, o yıxılsa belə Rəbb onu qaldırmağa qadirdir. Romalılar 14-cü fəslin 4-cü ayəsində yazılıb ki, salih adam yıxılsa belə Allah onu qaldırmağa qadirdir. Yəni, səhvlərindən, eləyir də səhvdir, günahdır. Bu dünya ətrafımızda günahla doludur və biz deyərik ki, bəs heç vaxt günah etməyəcəyik, yox, yanılacağıq. Hər adam səhvlər, günahlar eləyir, amma Allah lütfünə görə bağışlayır. Yaxşı ki, Allah heç bir insanlarla öz ədalətinə görə davranmır. Əgər elə davransaydı, hamını məhv eləyərdi. Bir adam sağ qalmazdı. Sadəcə o lütfünə görə, öz sevgisinə görə davranır ki, insanlara şans verir ki, insanlar cənnətə gedə bilsin. Biz baxsaq, görərik ki, Adəm, Həvva uzun illər yaşadı. Həvvanın yaşad dövrü haqqında yazılmayıb, amma Adəmin yazılıb. Adəm 930 il ömür sürdü. 1000 ilə yaxın təsəvvür edir. O vaxta qədər onların minlərlə oğul qızları oldu. Bilirsən nə deməkdir bu? Çoxaldı və onlar bir-biri ilə artdılar, çoxaldılar. Çünki o vaxt qanun yox idi. Onlar bir-biri ilə çoxala bilərdilər. Və bunların nəslindən də ayrılmışlar başqa-başqa yerə. Orada da Qabilin olduğu yerdə də olduğu üçün Qabil də onlardan biri ilə ailə qurub çoxalmağa başladı. O vaxt qanun yox idi. Qanun olmayanda heç nə günah sayılmırdı, səhv sayılmırdı. O vaxtda bir dənə qadağa o idi ki, Allah demişdi ki, qardaşı öldürmə. Amma belə artıma görə normal idi. Qanun yox idi. Qanun olanda olmaz deyiləndə olmaz. O vaxt belə idi quzu. Bir-biri ilə ailə qururdular, bir nəsil. Günah deyildi. Allah nəyi ki qanunu qoydu, qanuna kimsə qarşı çıxanda günahdır. Amma o vaxt qanun yox idi, əmrlər çıxmamışdı, kim necə istirdi yaşayırdı. Vura da bilərdilər bir-birin, nəsə oğraya bilərdilər bir-birindən, heç nə günah deyildi. Günah o vaxt çıxdı ki, Allah dedi ki, misal üçün qonşunun özün kimi sev. Aha, burada göstərilir ki, sevməsəm mən Allaha qarşı çıxıram, Allahın da lənəti üzərimə gələ bilir.
Amma o zaman Adəm dövründə qanun hələ yox idi. Bir-biriyle evlənə bilirdilər, bacı qardaşlar, yəni belə. O vaxt Allah özü onlara uzun ömür vermişdi ki, onlar artıb çoxalsınlar. Misal üçün, Nuh 950 il yaşadı, Adəm 930 il. Bir peyğəmbər vardı Masaful adında, 965 il ömür sürdü. Ondan da çox yaşayan bir peyğəmbər var idi. Sadəcə Allah bunu etməklə nəyi göstərirdi ki, yəni insanlar artıb çoxalsın, daha çox olsunlar. Amma Musadan sonra Allah dedi ki, insan ömrü 70 il olsun. Əgər insan özünə baxsa, yaxşı özünə qulluq eləsə, uzağı 120 ilə qədər yaşaya bilər. Musa da 120 yaşında Sinə dağına çıxdı, daha qayıtmadı, öldü. Yəni insan ömrü uzağı 120 ildir. Normalda da 70 il. Bax belə oldu.